Hal-hazırda endoskopiya otağında xəstəmizə kolonoskopiya müayinəsi icra edirik. Xəstəmiz 8 il əvvəl esvari bağırsağın törəməsinə görə əməliyyat olunub. 1 il sonra kolonoskopiya baxışı zamanı xəstədə poliplər aşkar olunmuşdu, polipektomiya olunub. Təkrar 1 ildən sonra yenə poliplər olub. Növbəti baxışlarda patologiya olmayıb. Əməliyyatdan sonra anastomozun yeri dəyişiksiz olub. Hal-hazırda xəstəmiz növbəti profilaktik baxışa gəlib. Biz kolonoskopu kör bağırsağı kimi yeritdik. İndi diqqətlə baxış edə xaric edirik. Xəstəmizdə qəbizliyə meyillik olduğu üçün dərman içməsinə baxmayaraq bağırsağında ara-ara nəcis qalıqları qeyd edilir. Kolonoskopu kör bağırsağa yeritdikdən sonra çıxış minimum 6 dəqiqə olmalıdır. Yəni beynəlxalq standartlara görə 6-10 dəqiqə. Çünki biz mənfəzi diqqətlə şişirtməliyik. Bütün bağırsaq qatlarının arxasına diqqətlə baxmalıyıq ki, gözümüzdən heç bir patologiya qaçmasın. Xanımda polip var anamnezdə, ona görə uzun baxırıq ki, dəyişiklik varmı, yoxmu? Düz bağırsaqdan 17-18 sm məsafədə anastomoz qeyd edilir, yəni bağırsaqların birləşdirilmə xətti. Keçiriciliyi normaldır, sellik işarəsində patologiya qeyd edilmir.